Salam hər kəsə, mən Fes Akademinin Kurikulum üzrə təlimçisi Hikmət Müsalov. Bugünkü videomuzda 2025-ci il müəllimlərin işə qəbulu imtahanında metodikadan qarşımıza çıxan bir sualı sizə izah edəcəm. Əgər bu izahların davamlı olmasını istəyirsinizsə, mütləq kanalıma abunə olun, videomuzu bəyənib paylaşmağı unutmayın. Sualımız belədir. Müəllim şagirdləri qruplara ayıraraq onlara tapşırıqlar verir, hər bir şagird aktivlik nümayiş etdirir. Şagirdlərdən biri digərlərindən fərqli olaraq passivdir, lakin bir neçə fəaliyyətlər zamanı müəllim müşahidə edir ki, həmin şagird passiv olsa da, digər qrup üzvlərinin davranışlarını və düşüncələrini istiqamətləndirməyə dəstək olur və bu prosesin sonunda onların uğurlu nəticə əldə etməsinə şərait yaradır. Bu situasiyaya əsasən müəllim nə etməlidir? Müəllimlər, bu sualda bir balaca diqqətli olmaq lazımdır ki, burada şagirdlər uğurlu nəticə əldə ediblərsə, yəni hər şey qaydasındadır demək deyil. Yəni vəziyyətə baxın, şagird passivdir, amma digər yoldaşların hamısının düşüncələrinə yön verib, istiqamət verib. Yəni bu qədər şagird bir nəfərin düşüncəsinə görə hərəkət ediblər. Sırf burası doğru deyil. Məsələn, habərinə baxın, müəllim şagirdin bu fəaliyyətinə görə onu təbrik etməlidir. Mən onu təbrik eləsəm, hər dəfə özü heç nə eləməyib, digər yoldaşları yönləndirəcək. Bu doğru hal deyil. Müəllim şagirdi digər şagirdləri yönləndirdiyi üçün mükafatlandırmalıdır. Bu da doğru deyil, elə A bəndi ilə eyni məntiqdir. Müəllim şagirdin liderliyi bacarığını üzə çıxarmaq üçün onu qrup lideri seçməlidir. Məsələn, çox müəllim burada C bəndi götürmüşdü, amma bu da doğru deyil də. Çünki doğru bir vəziyyət yaranmayıbsa, mən niyə daha da irəli gedim ki, qrup lideri qoyum? D bəndi, müəllim digər şagirdlərin də fikirlərini öyrənmək üçün refleksiv yazı yazdırmalı və onların düşüncələrini əldə etmək üçün müzakirə təşkil etməlidir. Bax, budur bizim doğru cavabımız. Çünki situasiyamızın çatışmazlığı elə budur ki, digər şagirdlərin fikirləri dəyərləndirilməyib. Amma D bəndində olan addımı atsaq, refleksiv yazı yazdırsaq və onlar düşüncələrini müzakirə etsələr, fikirlər bildirsələr, biz dinləsək, bax, bu doğru olacaq. Situasiyamızdakı çatışmazlıq artıq aradan qalxacaq. Y bəndi, müəllim şagirdi qrupun ən aktiv şagirdi kimi seçməlidir. Xeyr, bununla da bir şey əldə eləmirik. Unutmayın müəllimlər, imtahan suallarında sadəcə bunu düşünmək lazımdır ki, biz bərpa edici yanaşmada olmalıyıq. Elə bir cavab götürməliyik ki, situasiyada olan problemi kökündən həll eləsin, bunu aradan qaldırsın. Yəni 5-10% məntiqli gəlsə cavab, bunu götürmək olmaz. Ən ideal cavabı götürmək lazımdır. Bu qədər. Növbəti izahlarda görüşənədək.